Yuxuda oğlan uşağı görmək. Yuxuda oğlan uşağı olduğunu görmək yuxu görən üçün xeyirli işlərə yozulur. Yuxuda oğlan uşağı görmək yuxu görənin xoşbəxtlik və rahatlıq tapacağı bir dövrə girdiyinə işarədir. Eyni zamanda yuxuda oğlan uşağı görmək mühüm işlərlə məşğul olacağınıza və bu işlərdən uğurla çıxacağınıza işarədir. Xəyalpərəst evlidirsə və uşaq arzusundadırsa, bu yuxu həm də uşaq müjdəçisi kimi yozula bilər. Yuxu görən adam subay olsa belə, bu həm də gözəl evliliyə doğru bir addım kimi yozula bilər. Yuxuda oğlan uşağı görmək ətrafınızdakı insanlar tərəfindən hörmət ediləcəyinizə, seviləcəyinizə işarədir. Bu yuxu subay adamın bəxtinin açılacağına və yaxşı bir evlilik quracağına, evli adamın evliliyindəki problemlərdən qurtularaq yeni xoşbəxtliyə doğru addım atacağına işarədir. Əgər yuxunuzda oğlan uşağı görmüsünüzsə, pis işlərinizin düzəlməyə başlayacağı və dərdlərinizdən qurtulacağınızın müjdəsini verə bilərik. Yuxuda oğlan uşağı dünyaya gətirmək, hamilə adamın yuxuda oğlan uşağı dünyaya gətirdiyini görməsi, onun gerçəkdə qız övladı olacağına işarə edir.